Bizim yenə Temu bağlamamız gəlib. Gəlin açaq. Bu dəfəki böyük paketdir. Görün nələr gəlib. Hə, açaq qızım. Aç onda. Qızlar, Eliza məndən çox sevir paket açmağı. Kargo gələndə o sevinir. Bu mən saçım üçün almışam. Gəl göstərim də xalalara. Ver ana göstərib, sonra sənə verəcəm. Bunu rəqsdə istifadə edirik. Ona görə buradan tapmamışdım deyə Temu'dan almışam. Daha sonra bu Eliza üçündür. 3 dənə maykadır. Bunu yayda evdə şortiklə giyindirmək üçün almışam. İndi açıb sizə göstərəcəm. Özü çox ucuz almışdım da, yəni materialı da pambıq olmalıdır. Bir dəqiqə açım sizə göstərirəm. Eliza açdırdım, ona görə sizə göstərim. Belə bir şeydir saç üçün. Bu da maykalardır. Orada 3 dənə siz seçmirsiniz də, özləri göndərirlər. Belə 5-6 dənə maykanın içindən özləri göndərirlər. Belə 3 dənə mayka göndəriblər. Pambıqdır, yaxşı materiallar. İndi yuyub da baxacağam. Yayda rahatçılıqla evdə giyinər. Belə Eliza bu paketi qırağa qoymuşdu. Bir dənə də çanta sifariş vermişəm özümə. Bunu da işə taxmaq üçün istifadə eləmişəm, sifariş eləmişəm. İndi açım sizə göstərim. Bu da belə bir şeydir. Yumuşaq materialdan, parçadan da. Bunları niyə sevirəm? Cibləri çoxdur və batan kimi, kirlənən kimi atırsan paltar yuyana və rahat yuyulur. Belə bir çantadır. Rahat bunu da işə aparacağım. İşə taxacağım daha doğrusu. Daha sonra səbət almışam. Səbəti də piknik üçün almışam. İnşallah piknikə gedəndə çəkərəm. Eliza sumkanı taxır. Qızlar, siz bunun gözəlliyinə baxın. Burada bunu alsam, ən aşağısı bir 40 manata alacaqdım da. Temu'da da düzdür, ucuz deyildi. Mən indirimdə tuta bildim. Ona görə 22 manata almışam. Özü ölçüsü də balaca deyil. Bütün əşyalarınızı yığırsınız piknik üçün, nə qida aparacaqsınız. Həm estetik görsənir, həm də səliqəlidir hər şey yığıb aparmağa. Linklərini istəsəz, kommentlərdə yazın, qoyum. Bəyəndin qızım? Qəşəngdir, hə, Eliza? Səhər tezdən dedik, küçədəki sakitliyə baxın. Hər kəsə salam, kanalıma xoş gəlmişsiniz. Səhər tezdən evdən qaça-qaça çıxmışam, çünki bugün bizim tədbirimiz var. Sizi də özümlə işə gətirmişəm. Görün biz necə hazırlaşdıq, necə keçir hər şey. Sən də Azərbaycanda? Sən bir şey yox, sən bir şey istələrdə bilirəm. Mən tezdən qayıdıram aşağı, kostyumumu götürürəm hazırlaşmağa. Bəzən izləyicilərimə nə işlə məşğul olduğum maraqlı gəlir. Mən əslində Xarici Dillər Universitetinin Yapon Şünaslıq fakültəsini bitirsəm də uşaqlıqdan rəqslə məşğul olmuşam və həvəsim də hər zaman rəqsə olub. Ona görə də işimi rəqslə bağlı qurmuşam və ansambulların birində çalışıram. Rəqs sənəti qıraqdan çox rahat görünsə də əslində çox çətin sənətdir. Çünki uşaqlıqdan bu sənətə özünü qurban verməlisən. Saatlarını, günlərini, həmçinin bədənini də qurban verməlisən. Qıraqdan dediyim kimi rahat görünsə də bizim iş prosesimiz həm maraqlı, həm də biraz çətindir. Çünki çox gözləyirik, rəqs kostyumlarında otururuq, gündəlik qrim etməliyik və beynimiz hər zaman işləməlidir, yeni rəqslər öyrənməliyik, bədənimiz də həmçinin dayanmadan işləməlidir. Hər birimiz fərqli ölkələrin rəqsi ilə çıxış edəcəyik. Mən isə öz milli rəqsimizlə çıxış edəcəm. İstədim bu prosesi sizinlə yaxından bölüşün. Ki ay da bunu bağlayamadım. Ne bu sık? Kulakta büyük yoktu sende. Aferin.
Sen ne inirsən? Ben krasovka ile meşk edeceğim. Makyajımı elədim, bir dənə saçım qalıb, məşq eləyirim. Çəkən yox. We spent years in training, fighting battles uphill. When care is heavy and getting heavier still. Mən hazır. Sırğamlayam. Aa, Saat 11'dir, biz hələ oynamamışıq. Gözləyirik. yağışa bax necə yağır Eloş. Şap-şap eləyir. Gəlirsən? Gəl. Gəl. Sabahınız xeyir. Biz yuxudan durmuşuq saat 8-də. Yağışa baxın, daha sonra 8-ə qalmışdan durmuşuq. Necə yağır? Şap-başap. Yana göstərəcəm sənə də. Dünən bu qabları anam sağ olsun yuyub. Mən evdə yox idim. Anam yuyub qoyub sağ olsun. İndi bir dənə çay qoyum. Bu qabları da yerinə yığışdırım. Çay dəmləyək. Səhər yeməyi yeyək. Bu qız da ağladığı üçün yenə bunu gətirdim ki, bura sakit dursun. Başı qarışsın. Çay koydum mu sen kaşık pişireceğim. Bu kadar kırılan ha. Yok. Ben bugün hacı götürürüm. Gözle bir dakika. Ben bugün istedim geçen bir tane vlog çekeyim. Deniz kenarına gideyim ama hava yağış oldu, külək oldu. Ona göre kaldı gelen haftaya. Bugün dedim evde ne inirik onu çekim size. Hacı bir çayımızı demleyeyim. Dışında dayanmak gibi yoktu. Yani düşün yoksa yok. Daha doğrusu siz özünüz de artık görmüşsünüz. Ayca indi yumurtalar çıxardaq. Bizə lazımdır 5 dənə yoxsa 4 dənə yumurta bəsdir. Hə, pendir də gətirim ana. Sonra bizə yağ lazımdır. Və bir də qaymaq. Hə, yumurtanı qoy yerinə, balam qırarsan. Keçən dəfəki yumurta travmasından sonra qorxam mənə yumurta verməyə. Bombuzdur, hə, Layza? Ehtiyatlı ol, indi birazdan eləyəcək.
Bax, anasına kömək eləyir qızlar. We spent years in training, fighting battles uphill. When care is heavy and getting heavy. Eloşa karşı hazırlayırıq. Yağ az qalıb, yağı da əlavə eləyək. Yağ nə idi? Suyu azalanda yağı əlavə eləyirəm mən. Meyvə yağından istifadə edirəm səhər yeməklərində əksərən. Kaşa. 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 Gəlin yumurta qıraq. Gəl. Tut qıraq. Bence belə yaxşıdır da. Aha, yaxşıdır. Hop. Bu bir. Bu iki. Bu üç. Bu da dört. 50 salma, 50 salma. Bu da dört. Evet. Gelin ana bir kaverim karşı. If you need or want me, I'm never too hard to find. You know the places that I like to hide, and we'll go there side by side. You and our footsteps in perfect stride. And time. İyi geliyor. بسم الله الرحمن الرحيم الله لا اله الا هو الحي القيوم لا تاخذه سنه ولا نوم. Videonu editləyən zaman baxıram ki, bir dəqiqə həmin gün dayanmamışam. Səhərdən axşamacan mətbəxdə olmuşam. Səhər saat 8-də qızım durandan sonra girdiyim mətbəxdən axşam saat 9-da çıxmışam. Həqiqətən qadınların iş yükü çoxdur. Çünki biz çöldə də işləyirik, evə gəlirik, evdə də işləyirik və bu videonu editləyən zaman baxdım ki, mən bir dəqiqə dayanmamışam. Günün sonu artıq ayaqlarımın ağrısından dayana bilmirdim və çox qəribədir ki, biz bunu hər gün sıxılmadan eyni şeyləri təkrar edirik. Gündəlik bir neçə dəfə qab yuyuruq, yemək bişiririk, əsası da nə bişirəcəyik dərdini çəkirik. Bəzən oturub belə fikirləşirəm. Bizim həyatımız çox qəribədir. Nə üçün gəlmişik dünyaya? Qab yumaq, yemək bişirmək, nə hazırlamağı fikirləşmək, uşağımızın dalıyca qaçmaq, evimizin dalıyca qaçmaq. Qadınların həyatı həqiqətən qaça-qaçdan ibarətdir. Yoruluruq, amma buna baxmayaraq yenə də biz güclüyük. Bizə halaldır.
gəldiniz. Babayla görüş heyecanlandı. Bak, baba gəlib, git babayla görüş. Eliş ne getirip baba? Ne getirip? Nerede bu? Parta bunu gör. Parta. Bu nedir bas? Bu nedir bas? Babu. Bu nedir? Mutu. Albüm orada çift değil lan, kız üstü var. Atam sağ olsun rayondan gələndə yumurta gətirməyini istəmişdi və çoxlu yumurta gətirib. Bu aralar İlayzaya görə də çox yumurta yeyirik. Əslində yumurta çox xeyirli şeydir. Çalışıram gündə bir dəfə İlayzaya yumurta verim. Bəzi günlər olur ki, vermirəm, amma əksər günlər yumurtadan istifadə edirik. Bizdə çox maraqlıdır. Sizdə də belə bir şey baş verib yoxsa yox? Əvvəllər sevmədiyim dadları indi sevməyə başlamışam. Əvvəl qətiyyən çuğundur yeməzdim, balqabaq yeməzdim, amma indi bu iki dadı da həqiqətən çox sevirəm. Demək olar ki, həftədə bir dəfə gördüyünüz kimi çuğundur salatı hazırlayıram. Bol sarımsaqlı, bol qozlu sevirəm. Hazırlayıram və həftəlik istifadə edirəm. Hər yeməyin yanına çıxardıram. Çox sevirəm. Həqiqətən çuğundur bağımlılığı yaranıb məndə. Özdə aşların yanına çox qəşəng gedir. Fərqi yoxdur hansı aş yeməyinin. Bugün and içmişdim ki, bütün işlərimi qutaracağam. Buzluğumda balqabaq qalmışdı. Tez ondan aş süzdüm. Balqabaqlı aş hazırladım. Bu aşı da çox bəyənirəm. Çox dadlı olur. Qəşəng üzərinə qoz tökürəm. Bir qaşıq da pesoq tökürəm və üzərinə yağ əlavə eləyib dəmxodda bişməyə qoyuram. Qazmağı çox yaxşı alınmasa da, ümumi aşın dadı dadlı alınmışdı. Keçən dəfə hazırladığım bundan da dadlı alınmışdı. Deyim kimi çuğundur və balqabaq mənim üçün ağız dadımın dəyişildiyi təamlardır. Sizdə də belə dadlar var ki, sonradan sevməyə başlamısınız. Mənə çox maraqlıdır. Qızlar, eləməmiş tənbəlliyi, dedim bugün yorulmuşam, qoy axıracan yorulum. Ona görə də qərara gəldim ki, yarın fabrikatlar hazırlayım. Ətlərimi çıxartdım. Daha sonra soğanlarımı soydum. Qəşəng hamısını hazırladım. Bu arada videoda görürsünüz arxada sarımsaqlarım da var idi. Çoxlu sarımsaq var idi. Təzə sarımsaq var idi. Kulukda qalmışdı. Artıq kifləməyə başlamışdı. Ona görə onların hamısını qəşəng soydum və doğradım. Buzluğa yerləşdirdim. İnanırsınız, amma həmin günü əlimdən iyi getmədi. Ağılsızlıq eləyib əlimə əlcək taxmamışdım. Sonradan yadıma düşmüşdü. Dediyim kimi həmin gün hər şeyi hazırladım. Kotlet, küftə, dolma, nə gəlirsə ağlıma hamısını hazırladım ki, həftə içi mənə rahat olsun. Çünki uşaqla həqiqətən heç nə hazırlama mümkün deyil. Həmin gün işdən gəlirəm, buzluqdan nə tapsam çıxardıram, bişirirəm. Onda daha rahat olur. Yoxsa Elayza mənə yemək bişirməyə imkan vermir. Elayza ilə babası və mən üçümüz birlikdə biskvit hazırladıq və biskvitimiz də çox dadlı çıxdı. Və biskvitin üzərinə də marojna əlavə etdik və çox dadlı alındı. Çayla onu qəşəngcə içdik. Burada qalan işlərim, buraların halı, hər yeri yığıb yığışdırmalıyam. Buralar ay, bazar günü belə qutarır. Sonunda sizə biskvitimi də göstərmək istəyirəm. Bura onun kimi olub. Belə vloqlar sizə də maraqlıdırsa, öz fikirlərinizi komment hissəsindən mənimlə bölüşməyi unutmayın. Növbəti vloqlarda görüşmək üzrə, özünüzə yaxşı baxın.